Salam mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri, sizləri yenidən xəyallarımın ardınca verilişimizin növbəti buraxılışından salamlayırıq. Bugün Azərbaycanlılar Almaniyada ilk futbol komandasını yaradıblar və bugün ilk oyunlarına çıxırlar, yoldaşlıq görüşüdür. Və mən də bugün gəldim bu oyunu, bu birliyimizi çəkib işıqlandırmağa və artıq bizim komandamızın da forması da hazırdır. Bax, belə bir formamız var. AZ International Lippstadt adı altında fəaliyyət göstərir. Bax, belə yavaş-yavaş biz stadiona tərəf yol alırıq. Buralar çox maraqlıdır, izləməyə davam edin. Xalqımız və millətimiz üçün xeyirli, uğurlu olsun inşallah. Bax, belədir dostlar, stadionumuz budur. Arenamız buradır, hazırlıqlar gedir. Bu rəqib komandadır. Yəni bir şey diqqətinizə çatdırın. Bu gün rəsmi oyun deyil, bu gün yoldaşlıq görüşüdür. Yəni bugün açılış olduğu üçün həm də Azərbaycanlıların birliyini göstərmək üçün bir yerə toplaşmışıq və komandamızın yanındayıq hər bir halda. Salamlar hər birinizi. Uğurlu olsun, xeyirli uğurlu olsun vətənimiz, millətimiz üçün. Bax, burada belə bir balaca kafedir, burada artıq salamlar, sular, filanlar. Hətta tortumuz belə var. Bizdə onu mən çəkməm, Sərxan qardaşımızı salamlayıram, klubun rəhbəri. Birazdan səninlə də söhbət edəcəyik, başı qarışıqdır qonaqlarınla. Uğurlu olsun. Salamlar, xoş gördük hər birinizi. Xeyirli uğurlu olsun. Və bu da bizim AZ International Lippstadt komandamızdır. Demək olar ki, hamısı artıq Azərbaycanlıdır. Bildiyim qədərsilə canavarlar, bax bunlardır. Hamısı öz Azərbaycanlılarımızdır, öz qardaşlarımızdır, öz dostlarımızdır. Salamlar qardaşlar, xeyirli uğurlu olsun. Vurduğunuz hər bir zərbə qol olsun inşallah. İnşallah ki, bu oyundan qələbə ilə ayrılacaq, mən inanıram. Bizim canavarlarımıza. Bir şey diqqətinizə çatdırım ki, dostlar, bax bu gördüyünüz şeylər hamısı tarixi anlardır. Çünki ola bilər ki, 10 il, 15 il inşallah ki, bu klub Almaniyanın 1-ci Bundesliqasında və yaxud da Çempionlar Liqasında görəcəyik. Mən inanıram buna. Bax, o zaman bu klubun qurubçuları və eləcə də mən özüm də bu klubun ilk addımlarında klubumuzun yanında olmağımdan və bu işdə az da olsa pay sahibi olmağımdan dolayı qürurlanacağam. Bax, belə zamanında Azərbaycanda futbol klublar, peşəkar futbol klublarda oynayan futbolçularımız var. Müxtəlif komandalarda, Kəpəzdə, Bakılı və digər klublarımızda zamanında oynayıblar. Belə, inşallah xeyirli uğurlu olsun. Yaxşı anlar olduqca çəkib göstərəcək, hələ ki oyun başlanmayıb. Belə, izləmədə qalın, buralar çox maraqlıdır. Və dostlar, belə, yəni hakim də özümüzünkidir, hər şey millidir də, yəni komandamız, hakim də Azərbaycandır. Yəqin ki, qardaşımızı xatırlayırsınız, mənim bir müddət öncə bir çəkiş eləmişdim Azərbaycanlı hakim olaraq. Seydağa qardaşımız yenidən meydanlardadır. Necə bir hissdir Azərbaycanlılarımızın komandasının oyunu idarə eləmək? İnşallah. Uğurlar. Her şey yavaş-yavaş. İnşallah o gün olsun ki, İnşallah o gün olacaq ki, Bundesliqada görə və ya Çempionlar Liqasında görə fəxrimizdir. Samir qardaşımız da bax buradadır. Salamlayıram Samir, xoş gördük. Xoş günün olsun. Uğurlar sənə. Allah köməyində dursun. Oldu, hələlik. Sizi Azərbaycan İnternasional Klubunun rəsmi təqdimatından salamlayıram. Bu klubu sadece bir futbol klubu değil. Bu klub birlik, hörmət, dostluq və həmrəylik deməkdir. Futbol insanları mənşəyindən, dilindən, dinindən aslı olmayaraq birləşdirir. Biz də məhz bu dəyərləri burada Lippstadt şəhərində yaşatmaq istəyirik. Bizim məqsədimiz sadəcə Lippstadt şəhərində oynamaq deyil. Biz istəyirik ki, Azərbaycan Internasional Lippstadt gələcəkdə bütün Almaniyada tanınan və hörmət edilən bir komandaya çevrilsin. Biz istəyirik ki, insanlar bu klubun adını eşidəndə birlikdən, mübarizədən və uğurdan danışsınlar. Məqsədimiz gənclərə idman sahəsində bir ailə mühiti yaratmaqdır. İstedadları inkişaf etdirmək və müxtəlif mədəniyyətlər arasında körpü qurmaqdır. Biz yalnız meydanda qələbə qazanmaq yox, həm də davranışımızla nümunə olmaq istəyirik. Bu layihəyə inanan və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm.
Klubun prezidenti olarak söz veririm ki bu klub için yürekle, dürüstlükle ve məsuliyyətlə çalışacağım. Birlikte çok güzel uğurlar elde edebiliriz. Klubumuza uğurlu gelecek, adaletli oyunlar ve güçlü birlik arzulayıram. Hamınıza teşekkür ederim ve bir daha hamınızı Azerbaycan İnternasyonel ailesinde salamlayıram. Bugün burada bir komanda yok, büyük bir aile yaranır. Çok sağ olun. Mən də öz növbəmdə hər kəsi salamlayıram. Çox sağ olun, əziyyət çəkib gəlmisiniz. Uzaq yoldan gələnlər var, yaxın yoldan gələnlər var. Hamınız bizim üçün əzizsiniz. İnşallah ki, bir olub, birlik olub, komandamızın oyununa baxağın. İnşallah oyunumuzdan da sonra daha dərin söhbət edərik. Məni bağışlayın, mən getməliyəm. Sağ olun. Uğurlar, Çok uğurlar. sağ olun. Hayırlı uğurlu olsun. Sen de kartını vereyim de ona. Ah, bak. Qəşəng yaptı. Az İnternasyonal Lipstadt komandamız ilk golü vurdu. 1-0 öndəyik. Uğurlar. Qəşəng. 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 Globoy. 15-20 dəqiqədir hesab edirəm. Bu dəqiqələr ərzində həm bir qol vurmuşuq, həm də hücumda olan komanda bizim komandadır. Yəni baxın bu futbol göstərir, hücum futbol oynayır. Doğrudan da qürur vericidir. Komandamız necə lazımsa hücuma çıxır davamlı olaraq və bu arada bir şey də diqqətinizə çatdırım ki, komandamız ikinci qolu vurdu. Qəşəng! Qəşəng! Gol! Woo! Super, 3-0. Bu da gol. Üçüncü golu da çəkdik. Bizə qismət oldu o anı çəkmək. 3-0 da hesab. Hələ ki birinci hissə bitməyib. Oyun çox maraqlıdır. Komandamızın üstünlüyü ilə davam eləyir. İzləməyə davam eləyin. Maraqlı anlar olduqca çəkib göstərəcəyik. Bunlar hamısı bir qəhrəmandır. Demək, birinci hissə bitdi. Birinci hissədən sonra komandamız 4-1 hesabı ilə öndədir. Təəssüflər olsun ki, bir top buraxdıq olsun. İlk oyundur. Həyəcan var. Amma hər şey qaydasındadır. Hələlik fasilədir. Oyuncularımız dincəlir. Həqiqətən hərəsinin ayrı-ayrılıqda əməyi var, əziyyəti var. İstirahət edirlər. Samir qardaşım, necədir? Əlasın. Təşəkkür. 4-1 qabaqdayıq. Çox şükür. Hə, təzə yığılmışıq bir həftə. Əlbəttə normaldır, bəli. Bütün proseslərdə sən başdan iştirak edirsən. Bəli. Yaxşıyıq. Hələ ki yaxşı. Yaxşıdır, bəli. Hə, İnşallah ki yaxşı olar. Gələcək üzümüzə gələn bir həftədə az İnşallah. müddətdə yaxşı nəticədir məncə. Formadakı sözün deyir. Çox sağ ol. Çox sağ ol. Azərbaycanın belə deyə də Buradan Vüsal qardaşımız var. Vüsal Cəmilli Aflanın işçisidir. Mənim də uşaqlıq dostumdur, yaxın dostumdur. Bu formanın təşkilində o çox yaxından iştirak edib, şəxsən əziyyət çəkibdir. Sağ olsun. 2 gün içində Azərbaycandan bura bunu
həm düzəltdirib, həm də göndərib. Sağ olsun. Sağ olsun, Təşəkkür, biz təşəkkür də ona edirik. təşəkkür Sağ edirik. olun. Səni yormayım, istirahət elə. Sağ Birazdan olun. danışarıq. Təşəkkürlər. Digər oyuncularımız da təşəkkür edir qardaşlar. Yorulmayasınız. Allah güc qüvvət versin. Nəticə yaxşıdır. 4-1 belə. Belə də davam edir. Komandamızın veteranlarından belə deyək, həm də kapitan kimidir. Necədir hisslərin, ilkin təəssürat necədir? İlk hissə ilə bağlı. Sabahlar da əvvəla hər kəsdən öncə sizə təşəkkür edirəm. Sağ olun, var olun. Borcumuz. Çünki bu işi ilk olaraq siz çıxandınız. Biz düşündük, amma əsas media tərəfi sizin üzərinizdədir. Hər şeyə görə sonsuz təşəkkür edirəm. Ondan sonra klubumuzun yaradıcılarına, gələn öz millətimizə, azarkeş deyim burada milli məsələdir. Bəli. Hər bir kəsə, xanımlara, bəylərə, uşaqlara, böyüklərə, hamısına ayrı-ayrı təşəkkür edirəm. Seleksiya yoldaş görüşüdür, belə deyək. Təbii. İlk olaraq seçim edirik inşallah. Biz özümüz oyunu biraz azdan çoxdan təcrübəmiz var. Çalışaq sizlərlə bölüşək. İnşallah göründüyü kimi biraz çətindir. Hava da biraz Əlbəttə istidir. istidir. Bir də gənclər var, cavan uşaqlar var. İndi hər kəs gəlib özünü göstərmək istəyir. Bizə bu qapını açmış ki, buyurun gəlin. Hər şey aladır. İnşallah ki, Allahın izni ilə gerisi daha yaxşı olacaq. İnşallah. İndi bildiniz ki, mən Padavandan gəlmişim. Elə qardaşlar var ki, 1 saat yarım yol gəlib də bura. Bəli. İnşallah hamısı gələcəklər Allahın izni ilə. İlkin olaraq hər şey mükəmməl səviyyədə gedir. Çox şükür. Təşkilatçı qardaşlara da sonsuz təşəkkür edirəm. Burada gələn azarkeşlərimiz üçün, millətimiz üçün hər cürə şərait yaradıblar. Çox gözəl. Allah razı olsun, minnətdaram hər şey. Sağ ol, biz sizə təşəkkür edirik. Mən Borcumuz bayaqdan yox. elə danışıram, çəkilişlərdə deyirəm ki, bu həqiqətən sizlər elə biz özümüz də tarixin hal-hazırda bir parçasıyıq. Bəlkə də bir 10 ildən sonra komanda Bundesliqada və yaxud da Çempion İnşallah, niyə də Avrokuboklarda mübarizə aparanda biz qürurla baxıb deyəcəyik ki, bax bu klubun Düz. təməlinin qoyuluşunda bizlər də iştirak eləmişik. Bizim də az da olsa burada əməyimiz var. Düz. Belə, səni yormayıb istirahət elə. Buyur qadın, Allah Uğurlar. razı olsun. Hər vurduğunuz gol olsun. Sağ olun. Dəyərli dostlar, dəyərli izləyicilər, demək klubun yaradıcısı, klubun rəhbəri Sərxan qardaşımızla bərabərik. Hal-hazırda özü də forma geyinib meydanda olacaq, mübarizə aparacaq. Sərxan salamlar qardaş, xoş gördük. Salam, aleyküm salam. İlk öncə sənə dərin təşəkkürümüzü bildiririk ki, doğrudan çox böyük bir layihədir, çox böyük bir işdir, böyük bir tarixi bir hadisədir həqiqətən. Ona görə ki, Almaniyada, ümumiyyətlə Avropada, xarici ölkələrdə yaşayan soydaşlarımız belə bir iş görməmişdi. Bəlkə də olub bilməm, mənim xəbərim yoxdur, amma Almaniyada ilkdir. Buna görə mən özüm sənə şəxsən təşəkkür edirəm. Doğrudan da sevindirici, qürur verici hallardır. Sənin öz fikirlərini və öz hisslərini də istəyərdim bölüşəsən izləyicilərimizlə. Buyur. Birinci növbədə mən də təşəkkürlərimi bildirmək istəyirəm. Bizim millətimizə, ailəmə, dostlarıma, qardaşlarıma böyük bir təşəkkür bildirmək istəyirəm ki, maşallah, maşallah burada çox insan toplanmışıq. Hamımızın məqsədi birdir ki, Azərbaycan bayrağını yuxarı qaldırmaq. Bəli. Bizlər burada yavaş da başlasaq, aşağıdan da başlasaq bizim məqsədlərimiz çox böyükdür və fikrimiz yuxarı liqlara qalxmaqdır. Yəni arda çempion olub yuxarı liqlara qalxmaqdır və Azərbaycan bayrağını yuxarı İnşallah yuxarı təbəqələrdə görməkdir. İnşallah, inşallah. Yəni bir daha mən sənə təşəkkür edirəm. Doğrudan da dediyim kimi illər keçəcək, bəlkə də tarixdə biz sonra deyəcək ki, bax bu belə bir klub yarandı. Avrokuboklarda mübarizə aparanda və biz də bu klubun yaranmasında az da olsa kiçik əməyimiz oldu. Və eləcə də Sərxan qardaşla bərabərdir, rəhbərlə. Təşəkkür edirik. Səni çox yormayaq. Uğurlar arzulayırıq. Hər şey üçün təşəkkür edirik. Möhtəşəm təşkilatçılıq, bax bu formadakı olan milli atribut, Qarabağ atı olsun, Azərbaycan bayrağı olsun, hər şey möhtəşəmdir. Təşəkkür edirik. Uğurlar Mən də sənə çox sağ arzulayırıq. olun. Hər zaman sənin yanındayıq və komandamızın. Və gözləyirik, dəstək lazımdır. Uğurlar, Dəstək yaşasın lazımdır. Azərbaycan. Demək, dəyərli dostlar, sadəcə klub rəhbərliyi və yaxud da klubda əziyyət keçən insanlar deyil, eyni zamanda burada olan soydaşlarımız, azarkeşlərimizin də fikirlərini bölüşürük. Kamera önündə bizim dəyərli Azərbaycanlı xanımımız. Ayda xanım, salamlayırıq sizi, xoş gördük, necəsiniz? Aleyküm salam, hamınızı xoş gördüm. Belə bir gözəl gündə. Çox qürur verici bir hissdir ki, qərib ölkədə, Almaniyada bizim də özümüzə aid bir futbol komandamız yaradıldı artıq. Bununla bağlı hamını təbrik edirəm, uğur diləyirəm. Səsimiz daha da yüksək Ucalardan gəlsin, ucalardan gəlsin.
Biz də borcumuzdur ki, bir həmvətənli olaraq dəstəyə gələk və bununla da qürur duyuruq. Biz də sizə təşəkkür edirik. Oradan da gəlmisiniz, uzaq bir məsafə qət eləmisiniz bildiyimiz qədərilə. Bəli. Və milli Azərbaycan bayrağı olan köynə hər şey öz qaydasında. Təşəkkür edirik. Bu arada ikinci hissədə başladı. Uğur olsun. Təşəkkürlər. Hə, vurduğumuz hər bir zərbə qol olsun. Belə. Burada olan soydaşlarımız öz fikirlərini bölüşmək istəyirlər. Komandamızla bağlı, oyunla bağlı. Və bu gün də bizim bura gələn soydaşlarımızdan biri mənim YouTube kanalımdan da tanıdığınız məhz Elmir bəy, hansı ki avtobus sürücülüyü ilə bağlı gözəl məlumatlar verdi və eyni zamanda onun xanımı Pəri xanım da qadın salonu ilə bağlı bu işlər necə qurulur, onunla bağlı gözəl bir çəkiliş eləmişdik. Elmir bəy və Pəri xanım salamlayıram sizləri, xoş gördük. Bax bu da bunların o gözəl balalarıdır və eyni zamanda deyim ki, bayaq Pəri xanım qeyd elədi də bunlar da futbola gedir. Çox xoş oldu. İnşallah o gün olsun ki bu klub da böyüsün, siz də böyüyüb bax bu klubun uğurları ilə uğurlarında bax belə əziyyət çəkəsiniz, zəhmət çəkəsiniz, bayrağımızı ucaldasınız. Ümidvaram ki, bayaq demişdiniz hansısa bir övladınızın birinin sabah doğum günüdür. Hə, o burada deyil. Təbrik edirik. Təbrik edirik. Allah uzun ömür, can sağlığı versin, analı atalı böyüsünlər. Belə, sizin fikirlərinizi də istəyərdik Allah komandamızdan bağlı. Gözəl fikirlərimizi bildirib. Bizim üçün də sevindirici bir haldır ki, Azərbaycan komandası yaranıb bu şəhərdə, Liçistadda. Biz də bu uğurlara görmək üçün, sevinmək üçün biz də fikirlərimizi təşkil olurduq. Ümidvaram ki, yaxşı oyun gedir. Hal-hazırda 4 gündəyik. İnşallah daha da gözəl uğurlar bizə bəxş edərlər. İnşallah. Təşəkkürlər. Buyurun Fəriq xanım. Mən tək kəlmə ilə deyə bilərəm. Doğrudan da yeni bir Azərbaycan komandası yaradılıb. İstər-istəməz insan qürur hissi yapır. Əlbəttə. Və biraz öncə vurguladığım kimi Sabah-oğlunun ad günüdür. Mən hazırlıqları bir kənara qoyuruq. Öz dəstəyimizlə ailecə buradayıq. O deməkdir ki, birliyimizi, necə deyim, Bərabərliyimizi. birliyini, bərabərliyini hər zaman bildiyimiz ilə gətirdik. İşin qormaq. Əlbəttə. Kənara qoyuq buradayıq. Bunlar hazırlayaq. Biz də sizə təşəkkür edirik. Doğrudan da bax belə sizin övladınızın doğum günü olmasına baxmayaraq Fəriq xanımın qeyd elədiyi kimi hər şeyi bir kənara qoyub bu gün gəlib komandamızın yanındasınız. Biz sizə təşəkkür edirik. O gün olsun sizin də bax belə övladlarınız böyük bir uğurdan alsın. Biz də gələk onların uğurlarına şərik olaq, çəkək, paylaşaq. Təşəkkür edirik. Xoş istirahətlər, sağ olasınız. Siz kamera qarşısında bir Azərbaycanlı soydaşımız xanım Berlindən gəlib. Salamlayırıq sizi. Xoş gördük. Necəsiniz? Gördük. Biz eşidən kimi doğrudan çox fəxrlə belə sevindik və mütləq izləməli olacağımız üçün 500 kilometr nədir? Valla yəni Azərbaycanlılar haqqında qürur vericidir, sevindiricidir. Sevindirici bir haldır. Sevindirici bir haldır. Yəni istəyərdim ki, səsləri böyük Daha da yerlərdən ucalardan gəlsin, gəlsin. canlıqdan gəlsin. Əlbəttə ki, biz də sizə təşəkkür edirik doğrudan da. Yəni burada məsələ sadəcə futbol deyil, burada milli məsələdir. Yəni burada bir Azərbaycanın adı varsa, bizim ən maraqlı tərəfi ondan ibarətdir ki, komanda bütün üzvləri bizim soydaşlarımızdır, Azərbaycanlılarımızdır. Bugün ola bilər bu arena biraz balaca görsənsin, amma bu bir tarixdir. Və siz də bu tarixin bir parçasısınız ki, illər keçdikcə bu klub böyük arenalarda olanda gürürlə deyə bilərsiniz ki, birinci orada olmuşduq belə. Təşəkkür edirik sizlərə, zəhmət çəkmisiniz. Təşəkkür edirəm. Yəni bəkləntim böyüdü ki, yəni bugün qalib olacağıq. İnşallah. Olsa da olmasa da ən azından bu özü böyük bir addımdır. Bəli, bəli. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Bəzən bizim haqqımızda öz soydaşlarımız belə Azərbaycanlılarda birlik yoxdur falan belə şeylər deyir, amma görürsünüz ki, Azərbaycanlılar öz birliklərini göstərirlər, gəlirlər, dəstək olurlar. Doğrudan da sevindirici bir haldır. Belə. Görək başqa intervyu verən soydaşlarımız olsa, onların da fikirlərini alacaq. İzləməyə davam edin, buralar çox maraqlıdır. Demək, dəyərli dostlar, oyunda hesab 5-3-dür. Yavaş-yavaş artıq oyun sona yaxınlaşır. Qəşəng! Oy 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 oy. Oyunçumuz zədələndi. Azərbaycan! 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 Oyun 5-4 hesabı ilə yekunlaşdı. Təbrik edirik komandamızı ilk qələbə münasibəti ilə.
Təbriklər qardaşlar. Uğurlarımız bol olsun. İnşallah davamlı olsun. Təşəkkür edirik hər birinizə. Əziyyət çəkdiniz. Əlbəttə. Biz də sizlərlə fəxr edirik. Əlbəttə. Təşəkkür edirik. Var ol. Çox sağ ol qardaş. Təbriklər qardaşım. Gözümüz aydın ilk qələbəmiz. İnşallah axarıncı olsun. İnşallah. Davamı gəlsin. İnşallah çox sağ olun. Bir daha təşəkkür Biz edirəm. sizə təşəkkür edirik. Zəhmət çəkdiniz. Sizin əziyyət çəkmisiniz, uzaq yoldan gəlmisiniz. Borcumuzdur. Bilirəm, Borcumuzdur. Amma Borcumuzdur. millətimiz üçün, xalqımız üçün qazanmağa, gəlməyə dəyər. Təşəkkür edirik. İnşallah ardı gəlsin. Biz sizəni yormayaq. Bax, klub rəhbəri belə olar. Həm oyunçudur, həm komandanın hər bir işində əziyyət çəkir. Biz sənə təşəkkür edirik dostum. Allah razı olsun səndən. Təşəkkür ederim. Borcumuzdur, borcumuzdur, borcumuzdur. Təşəkkür edirik. Əziz hörmətənlərim, əziz dostlar, ailə üzvlərimiz. İlk növbədə təşəkkür etmək istəyirəm bütün komandamızın adından. Çox sağ olun ki, bu qədər çox gəldiniz. Və əvvəlcə mən öz oyunçularımı Polya dəvət etmək istəyirəm. Bir yerdə, yəni hamımız bir yerdə ben şəkil çəkdirin. Ondan sonra da ki, çok güzel olarda bütün hamımız burada məhz Polyanın üstündə bir dənə yığışıb, hamımız bir yerdə şəkil çəkdirsəydik, çox gözəl effekt olurdu məncə. Əvvəlcə futbolçularım, mənim gözəl oyunçularım, harada? Yenə Polya hamımız. Ayıp olsun, gel yanımıza Təbriklər. Biraz zəhmət olmasa, Möhtəşəm. canınızla bağlayıb bu torpağa qoyular. Musiqini qoyun, inşallah torpumuzu kesin. Hey! Maşallah. Hey! 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 Woo! Maşallah. Hey! Bu tafaya bu ele sinesi dağları bu tarafa bu ele haydi birlikte yaşa 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 Azerbaycan hey! Yaşa Azerbaycan yaşa 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 benim halkım Aziz konaklarımız, aziz evlatlarımız, siz hoş gelmişsiniz. Ben size değerli minnettarlığımı bildirirəm ki benim oğluma destek olup gelmişsiniz. Borcumuzdu bizim. Bunu bitirmeyin, bunu bilin, bunu koruyun. Bu bir gün değil, 2 gün değil. Devam edecek. Bundan İnşallah. güzel günler olsun size. İnşallah. Allah sizi pis gözden korusun. Amin. Dualarımız sizinledir. Amin. Anaların həmişə duaları bağların üstünde olur. Amin. Siz de benim hamı bağlarımsınız. Var olun. Hoş geldiniz. Hoşunuza gelir. Sağ olun. Bismillahirrahmanirrahim diye inşallah torpumuzu kesin. Kolu kim vurur? Namik, iki namik. Burada namik. Zahmet olmasa keser. Sağı tut. Oyla beraber. Biz tarafa yok, top tarafa. Sağı top tarafa. Heç sağ. Bazen senin kızı Cay, heç sağ. Bismillahirrahmanirrahim. Ya Allah, bismillah. Hayırlı olsun. Hayırlı uğurlu olsun. Hayırlı olsun. Hayırlı uğurlu olsun. Bax bu tarixi anları birlikdə şahid olduq. Doğrudan da sevindirici və qürur verici anlar idi. Allah millətimizi, xalqımızı qorusun. Hər zaman xalqımızın üzü gülsün bax belə. Hə, dəyərli izləyicilər, dəyərli dostlar, demək oyun yekunlaşdı və biz hal-hazırda
klubun rəhbər heyəti ilə klubu yaradan insan və bu klubun yaranmasında əməyi keçən digər Samir bəy və Atin bəylə bərabərik. İstədik onlarla kiçik bir intervyu alaq və bu dəyərli insan Sərxan qardaş, digər dostumuz Samir və Atin qardaşımız təbii ki, hər ikisindən ayrı-ayrı intervyu götürdük. Hər birinizə ayrı-ayrı təşəkkür edirəm. İstər meydanda, istər meydandan kənarda çox əziyyət çəkdiniz. Biz də sənə salamlayırıq. Xoş gəlmisən, Xoş əziyyət gününüz olsun. çəkmisən. Borcumuzdur, borcumuzdur. Doğrudan da böyük bir iş gördünüz ki, Qına dönməz. qərib ölkədə bu işi görmək. Yavaş-yavaş suallara keçək. İlk sualımız ondan ibarətdir ki, elə Sərxan bəyə müraciət edək. Almaniyada Azərbaycanlıların futbol klub yaratmaq ideyası necə yarandı? İlk addım atanda reaksiyalar ətrafda necə oldu? Biz təxminən bir 20 gün bundan əvvəl belə bir fikrə gəlmişdik. Əslində bu çoxdan planlaşdırılan bir şey idi. Yəni çoxdandan ideyamız var idi, fikrimiz var idi. Amma əlimizi daşın altına son 20 gündə qoyduq və qardaşlarımla bir yerdə, dostlarımızla bir yerdə, ailəmizlə bir yerdə istədik bir məqsəd qoyduq qabağımıza. Dedik ki, gələn sezon biz bu komandanı həyata keçirəcəyik və oynatdıracağıq və millətimizi təmsil eləyəcəyik. Ölkəmiz adına, xalqımız adına. Bax, reaksiyalar necə oldu? Bilməm, sualı kim cavablandırmaq istəyirsə, buyurun. Reaksiyalar qardaşlarım da desələndi. Bizə çox güldülər. Dedilər alınmayacaq. Bizə həqiqətən də çox insan da dedi ki, çox çətin bir şeydir. Siz onu yerinə Yox, əslində mən buna cavablandırmaq Buyurun. istəyirəm. Buyurun. Biz bunu bir Werkstattda, indi burada bizim dildə desək, bir maşın servisində oturub yeyib içərkən dostlarımızı Ayıb olar, Azərbaycanlı olaraq yeyib içmək. Yeyib içməkdə belə bir sağlıq qaldırıldı ki, bir sağlıq deyilirdi. Biz də o sağlığı mən böldüm. Dedim ki, indi içkiliyi edə biləcəyimiz sözlər verəyim. Gəlin bir şey edə biliriksə sözün verəyim, sağlığına vurağın, qaldırağın badələri. Uşaqlar da oradan güldülər ki, əşi, içkili başlasınız da, yenə danışırsınız, bu söhbəti bağlayın, başqa vaxt danışarsınız, başa düşdün? Biz də dedik ki, bu mənim xətrimə dəydi açıq, elə Sərxanın da, mənim də. Dedik, niyə ki, bu olmalı şeydir də. Niyə də olmalı? Bu çətin bir şey deyil ki. Məsələn, bizim futbol karyeramıza Atindir, mən də oynamışıq, Sərxanın özüdür, məsələn. Dedi, niyə də olmasın, Sərxan da sağ olsun. Maddi tərəfdən bizə çox dəstək oldu, klubun alınmağında. Klub 1961-ci ildən fəaliyyət göstərən klubdur. Yəni, onu biz adını dəyişdirdik, Aziya İnternasional Lipştat adı ilə dəyişdirdik. Məsələn üçün, köklü klubdur. Klub belə ərsəyə gəldi. Əvvəlində çox adamlar güldü, amma sonrasında elə bir ki, bu şeyi alındığında biraz yenə gülürdülər ki, siz zarafat deyəsən klub açırsınız. Belə oldu. Məqsədlərimiz də çox böyükdür. İnşallah Allah məqsədlərimizə çatdırsın. Amin inşallah. Nə gözəl, bax, çox belə səmimi danışdı Samir qardaşımız. Həqiqətən də əslində bəlkə də fərqinə varmadan siz böyük bir tarixin ilk adımlarını imza atmışsınız. Bu istər Avropada, istər Almaniyada bir ilkdir. Yəni Azərbaycan adı ilə bağlı bir klub olmayıbdır burada. Yenə deyirəm, fərqi yoxdur. Maddi tərəfi bu, mənəvi tərəfi mən, zahiri tərəfi, fiziki tərəfi bu. Yəni biz bir ailəyik burada həqiqətən istəyirik ki, bu bizim üçün yox, bizdən sonraki uşaqlar üçün, nəsillər üçün, yəni həqiqətən də sən başqa şeyə maraq yox. İdmana maraq ən gözəl şeydir. Çünki insan həm ruhsal olaraq, həm zehinsel olaraq həmişə həyata hazır olmalıdır, həyatın hər bir çətinliyə. Belə bir təşəbbüs. Möhtəşəm. Siz bəlkə də biz özümüz də hal-hazırda bilməyərəkdən belə tarixi anları yaşayırıq. Bəlkə də illər sonra deyirlər ki, kişilər var idi. Sərxan, Atin qardaş, Samir qardaşımız belə bir layihə sürdü və Azərbaycanlılar üçün çox böyük bir işdir. Növbəti sualı belədir. Bu klubun məqsədi sadəcə futbol oynamaqdır, yoxsa burada Azərbaycanı təmsil etmək, insanları birləşdirmək kimi məqsədlər də varmı bu, yəni layihənin arxasında? Yoxsa buyur. Mən cavab verərəm. Əvvəla biz burada klub rəhbər olaraq bildiyimiz qardaşlıq edirik. Mən Sərxan qardaşa da təşəkkür edirəm. Sağ olsun, var olsun. Əlini daşın altına qoydu. Sənin qardaşlar bizim bir görüşümüz oldu. Kişilər tanışdılar, gəldik, biz bir də yerdə oturduq, danışdıq. İnşallah ki, birgə qardaşlarla əlimizi daşın altına qoymuşuq.
hər şey çox gözəl keçir. Bizim niyyətimiz daha yüksəklərdir. İnşallah. Biz hal-hazırda özümüz də oynuruq. İndi azdan çoxdan Gördük. təcrübəmiz var. Biz də istəyirik ki, gənclərlə bölüşək. Sarxan qardaş özü burada yüksək liqalarda oynayıb, Samirlə. İndi mən Azərbaycanda oynamışıq. Digər qardaşlarımız da var orada. Bizim niyyətimiz ondan ibarətdir ki, ilk olaraq burada bu komandanı yaradaq. Və bəli, gördüyünüz kimi də burada Azərbaycanda belə bizim vəhdətimiz üçün, bizim birliyimiz üçün gələn qonaqlarımıza da mən rəhbərimiz adından təşəkkür edirəm. Sağ olsun, var olsun. Uzun yol gələnlər oldu. Həqiqətən 2 saat, 3 saat, yəni bu nə üçündür? Birlik üçündür. Bəli. Bizim də niyyətimiz odur ki, biz özümüz indi Samirdə biz əziyyət çəkmişik Azərbaycanda. Yəni nə mənada bəlli bir yaş həddinə çatanda o atlamaq lazımdır. Orada əziyyət çəkirik. Bizim niyyətimiz elə qardaşlarla oturub danışmışıq. Niyyətimiz odur ki, inşallah bəlli bir yerə çatdığı zaman klub böyüsün, daha böyük olsun. O gəncləri biz oradan çıxarda bilək, gətirək Avropaya. O gənclər Avropada oynadığı zaman yenə də bizim millimiz üçün dəyərli bir şeydir. Çünki bu gənclər bu günlərə baxırıq Azərbaycan, Avropada bir dənə oyunçumuz var. Məsələn, nəyə görə bir dənə olmalıdır? Bu bir çox olsun. Biz də orada bir vasitəsi olaq. Özümlə niyyətimiz budur. İndi dediyim kimi qardaş da yəni pərdənin görünən və görünməyən tərəfləri. Günlərim insanlar bura gəlirlər, müəyyən şeylər görürlər. Amma bu kişinin dünəndən Samir Əmiyədə əziyyət çəkirlər. Bugün saat 8-dən durublar. Cəmaət hamı gəlib futbola baxmağa. Yenə də təşəkkür edirəm. Amma bu kişilər 8-dən durublar. Yuxularına haram oldular. Dediyimiz kimi sözlərimizi daşın altına qoyuruq. Hamılıqla birgə bu işi Allahın iznindən inşallah, yəni Allahın verdiyi güclə biz hər şeyə gətirəcəyik. Bu gün hər şey çox gözəl oldu. Dediyim kimi qonaqlara da təşəkkür edirəm. Bir daha da Sarxana da təşəkkür edirəm. Samirə də mən ekstra Şamxan qardaş, sana da ayrı-ayrı təşəkkür edirəm. Bu işin başlanğıcında bunun reklam tərəfi, media tərəfi çox önəmli bir şeydir. Allah səndən dönə-dönə razı olsun. Fikirləşmədən, yəni həmin anında bunu reklamını elədiniz və sizin etdiyiniz reklamın sayəsində bu qədər insan gəlir. Əgər bir faydamız dəyibsən, Çox, faydanız çox dəydi. Allah sizdən razı olsun. İnşallah ki, davamlı olar, Allahın izni daha da gözəl olaraq. Bugünkü gün seleksiya məqsədli bir şeydir. Həm oynayırdıq, həm baxırdıq, seçirdik. İndi qardaşlarla, komanda rəhbərliyiniz, Samir qardaş da özü məşqçi kimi də baxdı, gördü. İndi müəyyən gənclər var ki, ağlımızda da artıq. İnşallah sona daha yaxşı olacaq Allahın izni. İnşallah. Növbəti sualımız, Almaniyada klub qurmaq kənardan göründüyü qədər asandırmı? Ən çətin tərəfi nə oldu? Kim cavablandırmaq istəyirsə buyursun. Təbii ki, Sərxan cavablandırsa daha yaxşı. Ən çətin tərəfi inam oldu təbii. Diyaqları Samir qardaşımızın dediyi kimi. Biz özümüz o 3 nəfər, 4 nəfər buna inanırdıq və insanları buna inandırmaq oldu. Ən çətin tərəfi o oldu. Burada Almaniyada indi bilən bilir, burada kağız işləri çox çətindir. Yəni o cəhətdə məsəl üçün sağ olsunlar, yenə də hamısı kömək eləyir. Hamımız bir işin əlindən tuturuq. Yəni onu bacardığımız qədər asanlaşdırmağa çalışırıq. Ən çətin tərəfi yenə də deyirəm, insanları bizim fikrimizə inandırmaq və insanları bu fikrə bağlamaq olur. Əslində bax sizdən də bu layihəviz bəzən bizim millət haqqında özümüzünkilər belə bəzən mənfi fikirlər səsləndirlər ki, Azərbaycanlarda birlik yoxdur. Bax elə siz bax bunun böyük bir nümunəsini göstərir ki, yoxdur, oradan da var. İstəsək biz hər şeyə qadirik, çünki biz qalib xalqı, xalqın, qalib millətin övladlarıyıq. Gözəl cavablandırdı. Növbəti sual, gələcəkdə tribunada çoxlu Azərbaycanlı görsəniz, sizdə necə hiss yaradacaq? O dəstək sizin üçün nə ifadə edir? Ona hamımız bir yerdə cavab verir. Mən ona bir dənə balaca bir nöqtəsini qoymaq istərdim. Mənə bu günləri soruşdular ki, komandanız gol vuranda nə hiss edirsiniz? Və inanın ki, hər dəfə mən Azərbaycan adını eşidəndə və gol vuranda mənim tüklərim biz-biz durur. Hələ də indi də hələnçinədir. Tüklərim biz-biz durur və fəxr hissim unudulmaz bir hissdir bu. Həqiqətən də, yəni mən yenə də millətimə, insanlarıma, dostlarıma, ailəmə çox təşəkkürlərimi bildirmək istəyirəm ki, belə bir şeyi mümkün ediblər. Hiss edir. Bax, buyur Samir. Məncə bu klubun istər yaradılışından, istər bugünkü gündə mənə ən təsirli eləyən tortun kəsilməyi idi. Orada oxunan Azərbaycan musiqisində insanın içində bir şeylər olur. Onu nə sözlə ifadə eləmək olur, nə də hansısa bir fikirlə. Yəni sözlər də bəzən aciz qalır bəzi hərəkətlərin qarşısında. Həqiqətən də millətin birliyin, bərabərliyin orada görürsən, orada hiss edirsən. Biz də gələcək üçün burada çox böyük layihələrimiz var. Bəlkə də bu kimlərsə üçün kiçikdir. Ola bilər burada bu günlərin qarınını
insanlar da görə bilərlər. Əlbəttə, təbii ki. Biraz arıq mümkün insan da addımlar. görə bilərlər, futbolni insan da görə bilərlər, futbolni də insanlar görə bilər. Amma gələcəkdə tribunalarımızı doldurmaq yox, bizim məqsədlərimiz həqiqətən də inşallah Allah qismət eləyərsə, Bundesliqanın birinci liqinə qədər çıxmaq kimi bir fikrimiz var. Niyə də olmasın? Niyə də yox? Bu çətin bir şey deyil. Bu həyatda istədiyin hər bir şeyi insan əlindədir və eləyə bilərsən. İnanmaq və güvənmək və birlik olmaq mən düşünürəm və o böyük auditoriya dediyimiz bunu Samir də mən də Azərbaycanda görmüşük 10 min, 15 min insan qarşısında oynamaq, amma bunu yaşamadan heç kimsə bilməz bu nə deməkdir. Yəni bu hisslər bu günlərim yenə deyirəm uzun yollar gələn insanlar var. Burada xırda bir şeydir, millətimizdir. Bu qəribçilikdə bu milli məsələlər daha önəmli olur. Bu günlərim hamı gəlir ki, bəylər, xanımlar bir şəkil çəkdirək. Yəni bu bayaq Sərxan deyir ha ki, tüylərim qolqan tüylərim. Qurandan da olsun, yəni bu sözlə ifadə eləmək olmur bu hisslər. Bu elə bir dənə hisslərdir ki, bunu gərək yaşayasan. Əlbəttə. Bunu da bizə yaşadan insanlara mən sonsuz təşəkkür edirəm. Sağ olsunlar, var olsunlar. Biz elə hamılıqla, Allahın izni ilə və ya Sərxan gözəl dedi, inanmaq. Biz inandıq və inandırdıq və bu günlərin hamı şahidi oldu ki, biz bunu bacardıq. Amma bu bizim, bismillah eləmişik, birinci addımımızdır. Bunu elə qardaşlarla, bizim indi kamerada görünməyən, arxada planda olan bizim qardaşlarımız var ki, onların da bizə çox qardaşım. Yəni həqiqətən də, yəni bu bir nəfərin və ya 5 nəfərin işi deyil. Burada bir komanda işi var. Özdə çox belə bilsiz nətərdir. Ola bilər, yəni başqa yerlərdə başqa münasibət ola bilər, amma bu Kreis deyirlər də indi Almancasında. Bu ərazidə həqiqətən də birlik, bərabərlik mənəvi olaraq tamam fərqlidir. Yəni mən də burada təziyəm. İndi Sərxan Gül burada köklü şəkildə yaşayırlar. Mən də bu şəhərdə təziyəm. Amma burada olan birlik, bərabərlik başqa yerlərə nisbətdə məsəl üçün gəzirik, görürük, məsələn Azərbaycanlılarla tanış oluruq. Məsələn, o birlik, bərabərliyi həmişə qoruyub saxlamaq lazımdır. Mən də bütün qardaşlar adından, dostlar adından, bu klub rəhbərliyi adından, hamı adından yəni o pərdənin arxasında olan insanlar var, nə bilim, o qazan daşıyanından, kabab çəkəninə, nə bilim, formanı paylayandan, üzr istəyirəm, uşaqları sakitləşdirənə, qol vuranda hamını bir nəfər kimi motivasiya, sevindirib əl salanlara kimi hamıya sonsuz təşəkkürümüzü bildiririk. Biz də sizə təşəkkür edirik. Son suala keçirik. Son sual bundan ibarətdir ki, sizcə bu klub Almaniyada yaşayan Azərbaycanlı gənclər üçün böyük bir layihəyə çevrilə bilərmi? Ümumiyyətlə gələcəkdəki hədəfləriniz nədir? Ona mən belə deyə bilərəm, biz Azərbaycanla Almaniya arasında futbol olaraq bir körpü yaratmaq istəyirik ki, bizim komandamız körpü kimi bir necə deyim düz çıxsın. Yəni bir körpü olsun Azərbaycanla Almaniya futbolu arasında körpü olsun. Atin qardaşım bayaqları dediyi kimi də ki, biz də istərik ki, burada 1-ci liqdə, 2-ci liqdə Azərbaycanlı oyunçular olsun və biz inanırıq, güvənirik. Və bunun üçün axıra kimi gedəcəyik inşallah. Və fikrimizi, gücümüzü qoymuşuq bura və inşallah da ki, istəklərimiz üçümüzün də, üçümüzün yox ha, bütün millətimizin istəkləri inşallah yerinə gəlir. Biz də sizə inanırıq, çox sağ ol deyirik. Bu sıx qrafikdəki bu qədər işin içində vaxt ayırırsınız, intervyu verdiniz, mən sizə təşəkkür edirəm. Son olaraq xəyallarımın ardınca verilişimin izləyicilərinə nə demək istəyərdiniz? Biz də xəyallarımızın ardınca qaçarıq. Mən demək istəyirəm ki, hər kəs həqiqətən də xəyal həmişə gerçək olur. Bəli. Əvvəlində xəyalın qurursan, sonra gerçəyin yaşayırsan. Yəni, məncə hər kəs sənin verilişin vasitəsilə deyirəm ki, öz xəyalının arxasınca son surət geçsin. Yəni, elə bir geçsin ki, o onun sonuncu günüdür. Yəni, həyatda olduğu sonuncu günüdür. Mən də öz növbəmdə qardaş, sən bütün izləyicilərinin bir-bir, hamısının əlində sıxıram, təşəkkür edirəm. Çünki bu günlərim dediyimiz kimi, bu insanlar hamısı sənin izləyicilərindir. Bəli. Və sənin sayəndə bu günlərin belə bir şeylər oldu. Və yaxud əlavə bir şey qeyd etmək istəyirəm. Bu birlik mehribançılıqdan. Lipştadda bunu bilənlər bilir, Almaniyada yaşayanlar. Ta Berlindən tutmuş, bilmirəm hara qədər Nürnberg olsun, hamı bilir ki, çox şükür Allahın böyünə, Lipştadda həmişə mehribançılıq var, həmişə birlik var. Amma bu günlərim bizim bu komandamız bu birliyi qıraqdan bəzi insanlar eşidirdi. Yəni 3%, 5%.
Amma bu günlərin və bu gündən sonra olan bu çəkilişlər, bu paylaşımlar bunu bir daha bariz bir nümunəsidir ki, bu fakt göstərir ki, Lipştadda biri mehribançılıq hansı səviyyədədir. Amma bugünkü bu mehribançılıq və bütün yayıldı belə deyim Azərbaycan enerjiyası. Amma xoş olan tərəflərdən biri oldu ki, bizim bir gənc futbolçumuz var. Düsseldorfdan bura gəlir. Yəni bu bizim üçün Atası və ailəsi ilə bir bu yerdə. çox böyük bir uğurdur. Uşaq da çox razı oldu. Biz də dediyim kimi Allah hamımızı təkəbbüsündən uzaq eləsin. Bizim də bir az çox nə futbol bilgimiz varsa biz də çalışırıq. Haqqınız oldu. İnşallah ki, onları yönləndirək, düzgün istiqamətdə getsin. Uşaq üçün də bir trampilin olar bizim komandamız İnşallah. daha yüksək gedər. Yəni biz də özümüz üçün bir qürur hissi keçirdərik ki, bizim də bir dəstəyimiz olur. Təşəkkürlər. Bir daha hər birinizə ayrı-ayrı çox sağ olun. Sağ olun. Çox sağ olun. Nə yaxşı ki gəldin, nə yaxşı ki bizlə bir yerdə Bizim oldun. borcumuzdur. Bizi Mən tək də qoymadın. sizlə bir yerdəyim. Biz səni çox istəyirik, sən onu özün bilirsən. Sağ olun, Şəxsilikdə də minnətdaram. həmişə səni deyirik. Xətriniz Sən bizim dəyərli əziz qardaşımızsan. Minnətdaram. Həqiqətən sən millətin üçün, xalqın üçün burada çox əziyyət çəkirsən. Bunu Estağfurullah. görənlər də ola bilər, Ey, görməyənlər də nəyəsə ola bilər, amma biz görən tərəfdəyik. Təşəkkür edirəm. Cəbhənin görən tərəfindəyik. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Növbəti bir xəyallarımın ardınca verilişinin sonuna gəldik. Gördüyünüz kimi çox gözəl bir gün oldu. Həqiqətən bir Azərbaycanlı olaraq qürur duydum. Həm də özümlə ona görə qürur duydum ki, bugünkü günü bax bu işin içində mənim də az da olsa bir payım var. Buna görə çox xoşbəxtəm və qürur duyuram, fəxr edirəm özümdən. Bayaq dostlarımızın da qeyd elədiyi kimi xəyallarınızın ardınca gedin. Həqiqətən də xəyallarınızın xəyal olaraq qalmasına imkan verin. Ardınca gedin. Təşəkkür edirəm. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik sağ olun.